Lətifə. Ay Lətifə. Mənəm Bəbir müəllim. Ha qızım sənsən ha. Xavəri görməmsən? Görməmişəm. Nəsə istəyirsinizsə gətirə bilərəm. Yox, heç nə lazım deyil. Gəl otur, səninlə bir söhbət eləmək istəyirəm. Yaxşı. Firan. Bayaq o dedikləri... Bilirəm. Narahatlığınızı başa düşürəm. Amma siz özünüz mənə demişdiniz ki, nə olsa, gəl mənə danış. Mən də siz deyən elədim. Hə, düzdür. Düz deyirsən, mən elə demişdim. Amma qızım bir şey danışmamışdan əvvəl gərək fikirləşəsən. Bu mövzu kiməsə zərər verə bilər ya yox? Mən fikirləşməliyəm. Bu evdə kim varsa hamı. Yaxşı Bəbir müəllim, bəs mənim yerimi başqası görsəydi, gəlib danışsaydı, onda nə olardı? Başqasının fikri məni heç vaxt maraqlandırmır. Çünki elə bir hadisə baş verməyib. Sizi maraqlandırmaya bilər, amma Xavər xanımı maraqlandırır. O sizin həyat yoldaşınızdır. Sizə olan sevgisini, hörmətini də hamı bilir. Amma yaxşı olardı ki, o hörmət qarşılıqlı olsun. Xeyra, mən ailəm üçün həmişə hər şeyin ən yaxşısını eləməyə çalışmışam. Məncə yox. Siz özünüz üçün hər şeyin ən yaxşısını eləməyə çalışmısınız Bəbir müəllim. Nə? Nə demək istəyirsən sən? Onu demək istəyirəm ki, başqalarına ayırdığınız vaxtı biraz da öz ailənizə ayırın. İnanın ki, onda heç bir problem də olmaz. Əlbəttə ki, bunu özünüz istəsəniz. Gecəniz xeyrə.